Salam, değerli həmkarlar, abituriyentlər, hörmətli izləyicilər, hər birinizi salamlayıram. Səsli qız, Əhməd Cavadın Səsli qız poemasının birinci, ikinci hissəsinin video izahını paylaşmışdım. Məndən üçüncü hissəni də istəmisiniz. Ona görə bugün əsərin üçüncü, sonuncu hissəsini isə təqdim edirəm. Burada bir şey qeyd edeyim. Birinci, ikinci hissə tamamilə əsərin məzmununa həsr olunmuşdu və lakin məzmunun son hissəsi, bir qədər hissəsi qalmışdı. İndi biz həm əsərin məzmununun son hissəsini, həm də təhlilini burada verməyə çalışacağım. Baxaq, biz o yerdə qalmışdıq ki, Saranı qalib hökmdara təqdim etdilər. O öz mahnısını oxuyur, Bağlar mahnısını, biz elə Bağlar mahnısının oxunuşunun bitməsində qalmışdıq. Bağlar rədifli qoşma janrında olan, bu qoşma formasında olan, şəklində olan mahnısını Sara oxuyur və bundan sonra nə baş verir? İndi ardına davam eləyək, baxaq. Sara susunca Xaqan xırlayıb bağırdı. Hey, mən Saranın əlindən istərəm bir qədəh mey. Bir oxla ayrılmışdı Sara nişanlısından. Düşündü intiqam al gəl onun qanlısından. Arqunu görməmişdi son nəfəsdə gülərkən. Demək, Sara mahnısını bitirən kimi qalib hökmdar qışqırır, deyir ki, istəyirəm ki, Saranın əlindən bir qədər mey alım için. Və burada müəllif bir haşiyəyə çıxaraq Sara haqqında, Saranın nişanlısı haqqında bir məlumat verir. Burada göstərilir ki, Sara öz nişanlısından bir oxla ayrılmışdı. Bu da yəqin ki, elə bir gün əvvəlki şəhərin işğalı zamanı baş vermişdi. Birdən Sara düşünür ki, gəl sən onun qanlısından, yəni nişanlısının qanlısından, qatilindən intiqam al. Bunu düşünür və burada müəllif bir qəribə bir qeyd taparır. Deyir ki, Arqunu görməmişdiniz son nəfəsdə gülərkən. İndi görmək istədi cəlladını ölərkən. Deyir ki, Sara Arqunu son nəfəsdə gülərkən görməmişdi. Çox müəllim soruşur ki, niyə gülərkən? Çünki bizim dilimizdə belə bir şey var ki, şəhid olarkən insan gülür. Müəllif də onu demək istəyir ki, Arqun şəhid olmuşdu və o ölərkən son nəfəsində şəhid olduğu üçün gülmüşdü. Sara onun gülüşünü görməmişdi, şəhid olduğu anı görməmişdi. Amma indi istəyir ki, onun cəlladını ölərkən görsün. Fırlatdı bir qəhqəhə, çılğınca qalxdı birdən. O bir qəhqəhə fırladaraq, yəni gülərək, birdən birə yerdən qalxır. Arqun, sən olmadıqda yaşayaram, necə mən? Və deyir ki, Arqun nişanlısına müraciətlə deyir ki, sənsiz mən necə yaşayaram? Arqun, yetiş, hardasan? Qaldır mənim qolumdan. Qurtarım öz yurdumu həqarətdən, zülmdən. Və yenə də deyir, Arqun, hardasan? Gəl mənim dadıma çat. Mənə kömək elə, qoy öz yurdumu həqarətdən, zülmdən qurtarım. Sara süzdü bir daha, Xaqan mırlandı bəh-bəh. Sara süzdü bir daha, əlində gülgün qədəh. Sara rəqs eləyir, süzdüyəndə bir daha rəqs eləyir. Xaqan da onun rəqsdə baxaraq bəh-bəh deyir. Sonra Sara qədəhə, bir dənə gülgün qədəhə bir mey süzür. Rəqqasələr də qalxıb başlayınca süzməyə, iti bir hərəkətlə zəhər qatdı qız meyə. Rəqqasələr də qalxırlar, onlar da oynamağa başlayırlar. Onların əhatəsində olanda Sara cəld iti hərəkətlə meyin içinə, qədəhin içinə zəhər qatır. İndi onun halını gücdür gətirməkdilə. Ürək çırpıntısından çapqınlaşdı mey belə. İndi Saranın halını dilə gətirmək çox çətindir. Onun ürəyi o dərəcədə çırpınırdı. Hətta mey də, əlindəki mey də Saranın ürək çırpıntısından çapqınlanırdı meydə. Yəni əli əsirdi. Qadınlıq qorxusundan yarıldı gülgün dodaq. Yanaşdı titrəyişlə düşmən şaha bir sayaq. Qadınlıq qorxusundan deyir, onun hətta dodaqları da yarıldı. Bir titrəyişlə düşmən şaha bir təhər ki, düşmən şaha yanaşdır.
Qansız dodaqları ilə öpdü şahın əlindən. Buyursun padişahım, zorla çıxdı dilindən. O şaha yaxınlaşır, əlində zəhər qatılmış meylə şahın əlindən öpür və buyursun padişahım sözü zorla Saranın dilindən çıxır. Sən çoxdan içməliydin bu gülgün zəhri ey şah. Şahmarı sağ buraxmaq, öldürməmək bir günah. Sən də çoxdan bu zəhəri içməliydin ey şah. Şahmarı, yəni qalib hökmdarı, ilanı sağ buraxıb öldürməmək günah olardı. Doğrudur xalqın sözü. Qanlını qan tutarmış. Bəzən də bir içim su əjdahanı boğarmış. Xalqın, burada müəllifin sözləri də bu deyir ki, xalq deyir, doğru deyirmiş ki, qanlını qan tutar. Bəzən hətta bir içim su belə əjdahanı boğa bilər. Şahı ölmüş görəndə açılan gülgün səhər, qarışdı məclis bütün, qaçışdı rəqqasələr. Şah zəhərdən ölür və onu ölmüş görən kimi bütün məclis bir-birinə qarışır. Rəqqasələr o tərəfə qaçmağa başlayırlar. Səsküy yayıldı şəhrə, çatdı başsız bir ordu. Bir sərçə çıxdı birdən, qaçırtdı qanlı qurdu. Səsküy, bütün şəhərə səsküy yayılır, yəni şahın ölüm xəbəri hər tərəfə yayılır. Başsız bir ordu qalır, qalib şahın ordusu artıq başsız qalır. Bir sərçə çıxdı birdən, qaçırtdı qanlı qurdu. Bir dənə balaca bir sərçə Sara qanlı qurdu, yəni qalib hökmdarı, o boyda böyük bir hökmdarı qurdu, canavarı birdən-birə qaçırtdı. Qanlı bir ordunu birdən qaçırtdı. Ayaqlandı bütün xalq, arvad, uşaq, qocalar. Çarpışdı son gücü ilə düşmən oldu tarımar. Bütün xalq ayaqlandı, arvadlar, uşaqlar, qocalar və son gücü ilə çarpışdılar. Beləliklə düşmən tarımar oldu. Bir qızın hümməti ilə qurtarıldı bir ölkə. Az çəkmədən qan ilə yuyuldu iyrənc ləkə. Və beləliklə bir dənə qızın hümməti ilə, bir qızın igidliyi ilə bir ölkə qurtarmış oldu. Və iyrənc ləkə də qan ilə yuyuldu. Demək, Sara hökmdarı öldürə bildi. Bax, bundan sonra müəllifin sözləri artıq səsli qıza, Saraya deyil, poemanın əvvəlində bəhs elədiyi səsli qızadır. Müəllif nə deyir? Gözəl qız, həmin ölkə dustaqdan azad oldu. Sara adı xalq üçün ən sevimli ad oldu. Və müəllif burada danışdığı, əsərin əvvəlində danışdığı əfsanəni bitirir və qıza müraciətlə deyir ki, həmin ölkə artıq dustaqlıqdan azad oldu və Saranın adı da sevimli bir ada çevrildi. Yəni Sara adı qəhrəman ad kimi xalq içində sevilən bir ada çevrildi. İlk qüvvəti o qızdan alırmış hər sənətkar. Hər bucaqda Saranın mərmərdən heykəli var. Hamı deyir, hər bir sənətkar gücünü həmən qızdan alırmış, Saradan alırmış. Və Saranın hər yerdə mərmərdən heykəli var imiş. Və sonra müəllif nə deyir həmən səsli qıza? Azadlıq eşidincə gülümsəmə belə şad. Saranın məmləkəti köhnə mənada azad. Azadlıq sözünü eşidincə belə deyir, şad-şad gülümsəmə. Saranın məmləkəti çünki köhnə mənada azad. Orada hər şey asılı qan içən bir kraldan. Sor orada hürriyyəti baftalı generaldan. Çünki orada Saranın məmləkətində hər şey bir kraldan asılıdır. Sən orada hürriyyəti, azadlığı generallardan soruş, onlar sənə desinlər. Yoxsullar o ölkədə özgəyə can vermədə. Yoxsullar isə həmin ölkədə özgəyə can verirlər. Hürriyyətin barını tox qarınlar dərmədə. Həmin o azadlığın, Saranın azad etdiyi ölkənin, hürriyyətin barını orada ancaq tox qarınlar görürlər, yəni varlılar görürlər. Sən ancaq istibdadın eşitmirsən adını. Bax, alnımda izi var, görmüşəm mən dadını. Sən deyir, istibdadın ancaq adını eşitmirsən, amma yaxşı baxsan, görərsən ki, mənim alnımda onun izi var. Çünki mən onun dadını görmüşəm. Bir bu süzgün baxışla gün düşən dağlara bax. Mən bu yaşıl dağlardan illərcə düşdüm İraq. Sən də bir bu baxışlarından, süzgün baxışlarından gün düşən dağlara tərəf bax.
Mən isə bu yaşıl dağlardan illərlə uzaq düşmüşdüm. Nə varlıqlar verildi, bir çox yox olmuşlara. O qanlı günlər hara, bugünkü günlər hara. Nə qədərdir varlıqlar verildi bir çox yox olmuşlara. Artıq o qanlı günlər hara, bugünkü günlərimiz hara. Gözəl qız, yaxşı vaxtda başladın gül açmağa. Bugün sənin yurdunda nə qul vardır, nə ağa. Gözəl qız, sən yaxşı vaxtda gül açmağa başlamısan. Çünki bugün sənin yurdunda nə qul var, nə də ağa var. Sən bu sərbəst göylərin sərbəstcə ulduzusan. Qayğısız bir ölkənin qayğı bilməz qızısan. Çünki sən bu sərbəst azad göylərin sərbəstcə bir ulduzusan. Qayğısız bir ölkənin qayğı bilməz qızısan. Sərbəstdir əlindəki qıvırcıq tellərində. Sərbəstdir sənin kimi gün görmüş ellərində. Elə isə bir də coş, səsin düşsün dağlara. Sən kimdən çəkinirsən, qız hara, susmaq hara. Sənin artıq azadsan deyir. Sən artıq azadsan, sərbəst yaşayırsan. Sənin alnına tökülən o qıvrılmış saçların, tellərin də azaddır. Burada sənin kimi gün görən ellər də azaddılar. Bəs o zaman deyir, niyə dayanmısan? Bir də coş, qoy səsin dağlara düşsün. Oxu, sən axı kimdən çəkinirsən? Qız hara, susmaq hara. Burada əsərin məzmunu tamamlanmış olur. Əsər burada tarixdə var, görünür ki 1928-29-cu illərdə yazılıb. Müəllif burada bir çox gizli mətləblərə toxunur. Orada baxın, məsələn, bayağı oxuduq burada Hürriyyətin, o Saranın məmləkəti köhnə mənada azad. Yəni Cümhuriyyət dövrünü, Rusların işğal dövrünü, hər birini müəllif burada nəzərə almışdır. İndi əsərin təhlilinə baxaq. Əsərin təhlilinə baxaq. Poema janrında yazılıb, nəzmlədir. Və həyatı əks etdirmə üsulu poema janrında olduğuna görə deyək, çünki bu poema janrı bilirik ki, qarışıq janrdır. Qarışıq janr, yəni orada həm lirik, həm də epik ünsürlər birləşmiş olur. Ona görə ona qarışıq janr deyirik. Və əgər nəzəriyyədən biz bunu da bilirik ki, poema janrı müxtəlif cür olur. Yəni lirik epik, epik lirik poemalar var. Bir də tam lirik poema var. Bu deməkdir ki, əsərdə poemada əgər epik təsvirlər genişdirsə, epik lirik olur. Epik, yəni hadisələr azdırsa, lirika çoxsa, lirik epik poema olur. Bəzi poemalarda isə ümumiyyətlə hadisə verilmir. Belə poemalar lirik poemalar hesab olunur. Səsli qız poemasına biz epik lirik poema deyə bilərik. Çünki burada hadisələr var və geniş təsvirlərə də yer verilir. Müəllif təkkəsidir və təkkəçi də müəllifdir. Poema 2 hissəlidir və hər hissə də ayrı-ayrı fəsillərə bölünür. Bu əsərdə müəllif bir çox məsələlərə toxunur. Vətənə məhəbbət, azad yaşamaq, müstəqillik, vətəndaş üçün vətənin azadlığının hər şeydən üstün olması, işğalçılara qarşı nifrət və s. kimi bir sıra məsələlərə müəllif toxunur. Və müəllif özü də biz görürük ki, əsərin son hissələrində gördük ki, müəllif özü də azadlığa çox böyük önəm verir. Xüsusən milli azadlığa çox böyük önəm verir. Geniş təsvirlər var əsərdə. Biz bunu məzmunu öyrənərkən dedik, ölkənin necə işğalı olunması, insanlara qarşı müəllifin özünün münasibəti, xüsusən orada belə bir yer var idi ki, insan deyir o qədər qəribədir ki, nə istəyirsən elə, amma o, yəni səhəri günü, əvvəla işğalın səhəri günü ki, hər tərəfdə qalib hökmdar gəlib artıq, hər tərəfdən yuyulur, təmizlənir, bayram edilmək məcbur edilir insanlara. İnsanlar deyir, elə bir gözləri ağlasa da maraq var idi onlarda. Bu insanın təbiətində olan qəribə xüsusiyyətlərdən üzə çıxır və eyni zamanda orada başqa bir sıra məzmunda birinci dərsdədir gərək ki o hissələr, onu demişdik. İndi bunları xırdalamayaq, demək epik təsvirlər geniş yer alır. Əsərdəki obrazlar,
Bəzi elə obrazlar var ki, onların iç dünyası elə 2-3 misra ilə ifadə olunur. Əsərin əsas qəhrəmanı Saradır. Demək, Sara obrazı var burada, Qalib hökmdar obrazı var, keşişin obrazı, mollanın obrazı, yəni Axund deyək, molla obrazı, adı çəkilən digər bir sıra obrazlar da var. Poema necə başlanır? Poema müəllifin özünün səsli qız adlandırdığı bir qızdan bəhs eləyərək və ona müraciətlə başlanır. Bu qızın o qədər gözəl səsi var ki, hamını heyran eləyib. Əsər elə əvvəli bu şəkillərə başlanır. Sənin səsin gözəl qız, səslərin ən gözəli. Eşitmədim belə səs dünyaları gəzəli. Qızın səsinin şairə bu cür təsir eləməsi, əlbəttə ki, bu təsadüfi deyil. Çünki belə gözəl səs, o səsi dinləyərkən müəllifin yadına Sara haqqında olan əhvalatlar düşür. Belə səs, belə musiqi insanları zülmdən, ölümdən xilas edə bilər, eyni zamanda insanları ölümə də apara bilər. Müəllif bunu bu poemada açıq göstərdi. Və bundan sonra müəllif yenə həmin o səsli qıza müraciətlə Sara haqqında olan əhvalatı səsli qıza danışır. Əsas qəhrəman Saradır. Sara nə cür obrazdır? O, vətənini dərin məhəbbətlə sevən bir qızdır. Xalqın azadlığı uğrunda özünü fəda etməyə hazır olan bir qızdır. Cəsarətlidir. Onu biz gördük ki, Saranı öz həmyerliləri onu Kep məclisinə gətirirlər və Qalib hökmdara bu Sara bizim ölkəmizin ulduzudur deyə onu təqdim edirlər. Bunu öz məclisə aparan həmyerliləri yaltaqlar, yeni Qalib hökmdara bir növ alçaqlar deyək də, ona yaltaqlanan şəxslərdir ki, alçaq şəxslərdir ki, sadəcə Qalib şahın gözünə girməyə çalışırlar. Amma Sara haqqında verilən məlumat da var ki, Sara nişanlısını ölümündən sarsılmışdı, onu ölən anda görməmişdi, amma onun qanlısını ölən anda, onun qatilini ölən anda görmək istəyir. Saranı burada məcbur edirlər rəqs eləsin, Saranı məcbur edirlər oxusun. Və burada müəllif bir şey də qeyd edir ki, Saranın səsində nə var idi? Saranın səsində ölkədə qaynayan kim var? Amma mahnının sözlərində biz görürük bağlar mahnısı. Qəm var, kədər var, yurda dərin məhəbbət var və yurda o məhəbbətdə həm də böyük bir kədər var. Bax ki, kimlər çıxdı taxta, küstü kimin baxdı bağlar deyir. Çox təsirli bir mahnıdır həmin mahnı, o mahnının həmçinin sözləri də. Sara hökmdarı zəhərləyərək öldürür. Və bu ölümü Sara əvvəlcədən planlaşdırmamışdı. Şərait bunu məcbur eləyir, şərait belə yaranır. Ola bilsin ki, Saranın əlində zəhər əvvəlcədən olub. Amma yəni bu o dərəcədə açılmır ki, zəhəri məsələn o anda Sara hardan tapır? Bəlkə onu əvvəlcədən müəyyənləşdiribmiş, bəlkə də ehtiyat üçün yanında var imiş, bəlkə özü üçün götürübmüş ki, çətin ana düşərsə əgər özünü öldürsün. Çünki bizdə Azərbaycanda qadınlar arasında belə şeylər olub. Xətain, Şah İsmayıl Xətain dövründə əgər Çaldıran döyüşü, Xətai haqqında yazılan romanı əgər oxumusunuzsa, həmin o romanda göstərilir ki, deməli, Şah İsmayıl Xətainin anası, onlar zindanda olarkən barmağını sıxır ki, ona toxunulmasın. O zaman barmağındakı üzük onun əlini sıxır və barmağındakı üzük əlini sıxanda ağlına gəlir ki, üzüyün qaşının içində zəhər var və onu içib özünü öldürür. Və orada göstərilir ki, o vaxtı hökmdarların, sarayda hökmdarın arvadlarının, qızlarının, anası, yəni qadınlar kim varsa sarayda olan, onların xüsusi qaşdı və qaşın üstündə qapağı olan üzükləri olurdu. Həmin üzüyün içində zəhər qatırdılar. Namuslarına toxunan olarsa, başqa hökmdar gəlib hücum eləyib, onlara pislik eləmək istəyərsə, o zəhəri içib həmin anda özlərini öldürüblər. Bəlkə Sarada da belə bir şey var imiş. Hər halda
Sara əvvəlcədən planlaşdırmamışdı bu ölümü. Əvvəlcədən hökmdarı zəhərləyib öldürə biləcəyi ağlına da gəlmirdi. Sadəcə vəziyyət elə olur ki, hökmdar Saranın səsini bəyənib deyəndə ki, Saranın əlindən mey alıb içmək istəyirəm, həmin anda Saranın ağlına gəlir. Çünki qədəhi mey içində mey olan qədəhi hökmdarı Sara verməli idi. Həmin anda bu hərəkəti eləyir və bununla da bir ölkəni xilas eləyir. Saranın hökmdarı öldürməsi hər yerə yayılır, sürətlə yayılır və ölkə qaynayır, bir növ desək, üsyan başlanır və ölkə işğaldan azad ola bilir. Əsərdə qalib hökmdar obrazı da var. Qalib hökmdar obrazı əsərdə az görünür. Amma əməllərindən biz onun haqqında çox böyük təsəvvür əldə edə bilirik. O, əhalini qılıncdan keçirdir. Elə bir Koroğluda deyilən kimi, leş bir yana, baş bir yana. Bu əsərdə də həmin bir yer var ki, orada deyir, başlar bir tərəfdə idi, leşlər bir tərəfdə idi, bunu göstərir. Və işğalın səhəri günü də əhalini bayram eləməyə məcbur eləyir. Elə bir ev yox idi ki, orada nəsə olmamış olsun. Amma məcbur eləyir ki, adamlar bayram eləsinlər. Bundan başqa əsərdə məğlub hökmdar obrazı, din xadimləri və varlı tacirbaşı, tacir obrazlar da var. Məğlub hökmdarı şair, müəllif lənətləyir. Sənindir boş başından bu ölkə nə günə düşdü, nə günlərə qaldı. Məğlub hökmdar biz əsərdə gördük ki, amma hardasa onu da qeyd etmək lazımdır ki, məğlub hökmdar ölkəni 6 ay qoruyub saxlaya bilir. Ölkə 6 ay mühasirədə qalır. 6 aydan sonra əlbəttə ki, mühasirədə qalan ölkə kənardan əlaqələr kəsilir və bundan sonra ölkə məğlub olur. İşğalçılar ölkəni ələ keçirdə bilirlər. Və burada bir maraqlı cəhət var ki, qalib hökmdarı müəllif həm də uğursuz hökmdar adlandırır. Bu qalib hökmdar məğlub hökmdarı öldürmür, cəzalandırmır. Bu da güya ki, bunun bir üstün cəhəti kimi özünü xalqa, məğlub etdiyi, işğal etdiyi ölkənin xalqına özünü yaxşı göstərmək niyyəti ilə bunu eləyir ki, güya xalq onu daha çox sevəcək, onu alqışlayacaq. Elə alqışlayır da əslində, yaşasın deyib, hər tərəfdən səslər, qışqırıq səsləri səslənir. Din xadimləri obrazı var, əsərdə din xadimləri keşiş və molla. Nə qədər müəllif bu obrazları necə yaradıb? Adam təəccüb eləyir. Keşiş kilsədə, molla da məsciddə başlayırlar adamları, mömin müsəlmanları, onlar da xristiyanları beyətə hazırlayırlar. Yəni hazırlayırlar ki, artıq hakimiyyət dəyişib, yeni hökmdar gəlib, biz onu qarşılamalıyıq, qarşısında baş endirməliyik, ona tabe olmalıyıq, hamı bayram eləməlidir, dünənki günü unutmalıyıq filan. Bu cür xalqı hazırlayırlar və adamlar da onların dalı ilə hamı bir yerdə demək olar ki, qalib hökmdarı qarşılamağa çıxırlar. Onun əsərdə təsvir olunur ki, çaxçurundan, nə bilim, ayağından, əynindəki paltarının ətəyindən öpərək onu alqışlayırlar, qalib hökmdarı alqışlayırlar. Bir də varlı adamlar, burada bir tacirbaşı obrazı var. Tacirbaşı da o din xadimləri ilə birgə addımlayır. Bir növ belə deyək də, həm keşiş, həm axund, həm də tacirbaşı özlərini qalib hökmdara yaxın göstərmək niyyəti ilə ki, qalib hökmdar bunlara nə bilim vəzifə versinmi, bunlara toxunmasınmı, bunları öz himayəsinə alsınmı, hansısa bir niyyətlə, hər halda özləri üçün, özlərini düşünən niyyət xalqın tamamilə əleyhinə olan bir niyyətidir. Əsərin bitkin kompozisiyası var, maraqlı sujeti var, orijinal məcaz növlərindən istifadə olunub, dili aydındır və əsərdə proloq rolunu oynayan şairin səsli qıza müraciətlə yazdığı ilk sətirləri hesab edə bilərik. Burada çoxlu məcazlar var. Müəllif məcazlardan bol-bol istifadə edib. Qızın qeyri-adi səsini billur kimi səs adlandırır. Ölkənin ağır vəziyyətini qanlı mühasirə, hıçqırıqlı diyar bu şəkildə adlandırıb.
Və burada bir şey qeyd eləmək istəyirəm. Poemanın əvvəlində belə bir misralar var. Burada deyir ki, hər qövmün imanı var bir səsli peyğəmbərə. Çoxdandır anlaşılmış bu sir Fərad boyunda. Axtarırmış o sirri Kür Arazın suyunda. Əskilər onu sormuş ağsaqqal ərənlərə. Haqq nuru, haqq sirrini qəlbi ilə görənlərə. Demişlər ki, birinci gözəllik qız səsidir. Gözəl qızda gözəl səs, bu haqqın cilvəsidir. Burada diqqət çəkən Fərad boyu, bir də Kür Arazın suyunda axtarmaq məsələsi. Bunu mən çox araşdırdım ki, bunlar nə deməkdir və bu axtardığım nəticə olaraq bunu tapdım. Əhməd Cavadın Səsli Qız poemasındakı bu misralarda Fərad boyu ifadəsi metaforik mənada işlədilmişdir. Burada konkret olaraq bir tayfadan və ya dastandakı boy anlayışından deyil, Fərad çayı ətrafında formalaşmış tarixi, siyasi hadisələrdən və mifoloji motivlərdən bəhs olunur. Demək, Fərad boyu deyəndə çox araşdırdım bunu, çox düşündüm ki, bu Fərad boyu nə deməkdir? Boy bizdə işlənir bir dastanın, hər hansı bir dastanın boyu kimi, bir də tayfa kimi, xalq kimi, türk boyları deyirik. Yəni belə mənalarda işlənir. Ona görə çox axtardım ki, bu Fərad boyu ifadəsi nə deməkdir? Və əldə elədiyim məlumat bu oldu ki, bu ya dastan boyu deyil, ya da Fərad boyu deyə bir tayfa, elə bir şey yoxdur. Burada sadəcə Fərad çayın ətrafında olan hadisələr, çayın kənarlarında baş verən hadisələr və mifoloji motivlərdən bəhs olunur. Fərad çayı qədim Mesopotamiya mədəniyyətinin beşiyi hesab olunur və burada müxtəlif sirlər, əfsanələr, dini və tarixi hadisələr formalaşıb. Xüsusən bu bölgədə Sumer, Akkad, Babil, Assuriya kimi böyük sivilizasiyalar mövcud olub və onların bir çox sirri Fərad çayı ilə bağlıdır. Buradakı anlaşılmış sir ifadəsi də həmin tarixi mifoloji hadisələrə işarə edə bilər. Yəqin ki, müəllif o əfsanələrə müraciət edir. Və sonra deyir, misralardakı ikinci hissədə Kür və Araz çaylarının adı çəkilir. Axtardım, deyir, bunu mən Kür və Arazın suyunda. Bu isə Azərbaycanın tarixi və mədəni mühitinə işarədir. Şair burada sanki Fəradla Kür Arazı müqayisə edir. Fərad çayı ətrafında çoxdan açılmış sir indi Azərbaycan çaylarının suyunda axtarır. Yəni eyni tarixi mədəni hadisələri eyni tarixi mədəni mühitə işarə edir. Yəni Azərbaycandakı Kür Araz çayı ilə Misirdəki Fərad çayı müqayisə olunub, bir növ onları müqayisə edir. Hər ikisində çoxlu əfsanələr olduğunu müəllif bildirmək istəyir. Şair burada sanki müqayisə aparır. Fərad çayı ətrafında çoxdan açılmış sir indi Azərbaycan çaylarının suyunda axtarır. Yəni eyni tarixi mədəni konteksti öz doğma suyunda da tapmağa çalışır. Beləliklə burada Fərad boyu dedikdə müəyyən bir tayfa deyil, daha çox Fərad çayının ətrafında baş vermiş tarixi, mifoloji hadisələr və onların açılması nəzərdə tutulur. Nəhayət, poemanın ideyası haqqında nə deyə bilərik? İdeyası vətənin müdafiəsi, vətəndaş üçün şərəf işidir. Vətəni qorumaq, saxlamaq, onu göz bəbayı kimi qorumaq, onu müdafiə etmək, düşmən tapdağına təslim etməmək, düşmənə verməmək hər bir vətəndaşın şərəf işi olmalıdır. Bir növ belə desək, hər bir insan vətənini öz evi kimi bilməlidir. Onu öz evini necə insan təmiz saxlayırsa, necə qoruyursa, vətəni də o cür qoruyub saxlamalıdır. Ölkənin müstəqilliyini, xalqın azadlığını heç nə ilə əvəz etmək olmaz. İnsanın əzilməsi, qəddarlıqla məhv edilməsi yol verilməzdir. Müəllif bunu əsərdən çıxan nəticə kimi bunları verir. Burada bir şey də qeyd edeyim. Poemada qafiyə sistemi fərqlidir. Çox yerdə çarpaz qafiyədir, bəzən qoşa qafiyədir. Eyni zamanda həm zəngin, həm yoxsul, həm qulaq qafiyələrinə də poemada rast gəlmək mümkündür.
əsər həcminə görə böyük olduğuna görə burada qafiyənin də əlbəttə ki, müxtəlif növlərindən istifadə olmalıdır və vardır. Əsərdə dərin ictimai siyasi məzmun var. Müəllif tarixlərdə oxuduqlarında deyil, əslində 1920-ci ildə gördüklərindən bəhs eləyir. Yəni burada müəllifin işarə etdiyi zaman Saranın zamanı deyil, əslində 20-ci ildə Azərbaycanın Ruslar tərəfindən işğalın zamanı gördüklərindən müəllif ona işarə edir. Sadəcə o zaman elə zaman idi ki, onu həmin dövrə aid etmək mümkünsüz idi. Bu ildə baş verənlər müəllifdə, yəni 20-ci ildə Azərbaycanın işğalında, Sovet ordusunun Azərbaycana yeridilməsində bu hadisələr müəllifdə hiddət, ürək ağrısı, qəzəb hissi yaradır və şair təəssüf hissi ilə bunu qələm alır. Poemada məğlub ölkədə baş verənlərlə azadlığı əlindən alınmış Azərbaycandakı hadisələr arasında oxşarlıqlar çoxdur. Azərbaycan xalqı da milli dövlətin devrildiyi günü bayram etməyə məcbur edilmişdir. Yadımızdasa biz poemada gördük ki, bugün ölkə işğal edilir, səhəri günü hər tərəf təmizlənir və qan yuyulur və məcbur edilir ki, xalq bayram etsin. Biz də 70 il, 1920-ci ildən 91-ci ilə qədər müddətdə hər il 28 aprel ayını Sovet ordusunun Azərbaycana daxil olmasını, bizi işğal etməsini bayram günü kimi qeyd etmişik. Bax, bu oxşarlıqlar əsərdə mövcuddur. Beləliklə, Səsli Qız əsərinin həm məzmunu, həm də təhlil hissəsi tamamlanmış olur. Hər birinizə böyük uğurlar arzulayıram. İnşallah sertifikasiyadan keçənlər, MİQA hazırlaşanlar yüksək bal toplayarsınız. MİQA hazırlaşanlar yüksək bal toplayıb istədikləri yerə daxil olsunlar. Hələlik bu qədər. Sağ olun, var olun, təşəkkür edirəm.